Dostlar salamlar. Bu qısa videoda mobil notariatla həyatınızı nə qədər asanlaşdıra biləcəksiniz, bu haqqda danışacağam. Mobil notariat proqramı çıxanda ilk onu test edib fikirlərimi sizinlə bölüşənlərdən biri də mən olmuşam və çoxlu sayda baxışları var YouTube kanalımızda. Buna görə sizə ayrıca təşəkkür edirəm. İndi mobil notariatda elə bir yenilik var ki, bu bizim həyatımızı çox asanlaşdırır. Bu tərcümə xidmətidir. Biz hər hansı bir yerə müraciət edəndə səfirlik, viza, apostol, xaricdə təhsil, bu zaman bizdən müəyyən sənədlərin tərcüməsini və təsdiqini istəyirlər. Bunun üçün biz nə edirik? Bunun üçün gedirik asan xidmət orqanlarına və ya notarial xidmətə, növbədə dururuq, sənədləri veririk və nə zaman alacağımızı gözləyirik. Bütün bunların hamısı zaman itkisidir. İnsanın isə bu həyatda ən dəyərli valyutası zamanıdır. Onu isə bu cür şeylərə xərcləməyə dəyməz. Mobil notariatdakı bu yenilik bizim işimizi asanlaşdırır. Daxil olun mobil notariat proqramına. Sonuncu xanada tərcümə və sığorta xidmətləri var. İndiki vəziyyətdə bizə tərcümə xidməti lazımdır. Daxil oluruq tərcümə xidmətinə. Bu zaman bizim qarşımızda iki seçim var. Bir, notarius tərəfindən təsdiq edilə bilən sənədlərin tərcüməsi. Bir də onun əksi, notarial qaydada təsdiq edilə bilməyən sənədlərin tərcüməsi. Seçirik, hansı bizə lazımdır. Ondan sonra sənədin dilini seçirik. Hansı dilə tərcümə edilməlidir? Onu seçirik. Sənədin verilmə tarixi və həmçinin o sənədi, əgər telefonumuzun yaddaşındadırsa, yükləyirik mobil notariat proqramına. Ondan sonra isə artıq daha asandır. Ödənişi edirsiniz və sizə bildiriş gəlir. Həmin bildirişin nəticəsində siz orijinal sənədi təqdim etməklə özünüzün seçdiyiniz hansı notarius xidməti varsa sizə yaxın, ora yaxınlaşıb tərcümə və təsdiq edilmiş sənədinizi götürə bilərsiniz. Bax, bu qədər sadə və həmçinin faydalı bir xidmətdir. Məncə, mobil notariatın indiyənə qədər etdiyi ən yaxşı şeylərdən biri də məhz bu tərcümə və onun təsdiq prosesinin sadələşdirilməsidir. Əminəm ki, bir çoxlarınızın bundan xəbəri yox idi. Mütləq istifadə edin.